501-ci ildə Şah İsmail Təbrizdə özünü şah elan edir. Xütbə sikkə. Səfəvi dövləti artıq yarandı. 1501-ci ildə. 1503-cü ildə 2 ildən sonra bu cənubda Ağqoyunların deməli o Sultan Muradın qoşunun cəmləşdiyi zad eşidir. Cənuba hərəkət edir. Deməli 1501-ci ildə artıq Azərbaycan Səfəvi dövləti dövlət kimi vardı. Ancaq 2 ildir, bütün dövlətlərin, Türk dövlətlərinin tarixi demək olar belədir. Əvvəl dövlət yaranır, sonra o dövlət yavaş məcbur olur düşmənləri ilə mübarizəyə imperiya çevrilsin. Və imperiya da çevrilir Səfəvilər. Onun özəyi Azərbaycan böyük bir imperiya. Şah İsmail bütün İranı, Ərəb İraqını, Suriyanı, hamısını dövlətə qatır. Beləliklə Şah İsmailin deməli dövləti yaranır. Bütün bu müharibələrdə Şah İsmail şəxsən iştirak edir, şəxsən və böyük şücaət göstərir. Azərbaycanın birləşdirilməsi Azərbaycan torpaqlarının düşür İsmailin artıq öhdəsinə. Qarabağ, Şirvan, Naxçıvan, Güney Azərbaycan Səfəvi bayrağı altında birləşdi. Şah İsmail Xətai haqqında dolğun və dürüst bilgi almaq üçün çox saylı tarixi qaynaqlar arasında Tarixi Şah İsmail Səfəvi, Fütuhat-ı Şahi, Həbibi Əs-Səyyar əsərləri daha mötəbərdir. Şah İsmail 1503-cü ildə Ağqoyunlu Murada məktub yazıb təslim olmağını istədi. Amma rədd cavabı aldı. İyunun 21-də 12.000 döyüşçüsü ilə Muradın 70 minlik ordusunu qırıb çatdı. 1508-ci ildə Xorasandan başqa bütün İranı, Ərəb İraqını, İrəvan çuxurunu, ön Asiyanın bir çox vilayətlərini öz hakimiyyəti altında birləşdirdi. Başkənd Təbriz olmaqla qüdrətli Səfəvi dövləti yaradıldı. Dövlət, saray və danışıq dili Azərbaycan türkçəsi idi. O zamanın hökümdarları qiymətli hədiyyələrlə elçiləri Təbrizə göndərir, Şah İsmail'la hesablaşır, dostluq əlaqələri qururdular. Bu özünü Çingiz xanın varisi adlandıran Şeybani xanın xoşuna gəlmirdi. Herat və Xorasanı tutan Şeybani xan, Şah İsmail'ə göndərdiyi həqarət dolu məktubda onu İsmail Dərviş adlandırır, ona əsa və köşkür göndərir. Bildirir ki, Məkkəyə gedəcək. Keçəcəyi yerlərdə onun adına xütbə oxutdursun, sikkə kəstirsin, qiymətli hədiyyələrlə onun pişvazına çıxsınlar. Şah İsmail barışıq məktubları göndərir, amma yenə də alınmır. Məcbur olub bildirir ki, Məhşəd şəhərində onun babalarına məxsus 70 batman cəvahirat var. Onu gətirməyə gedəcək. Savaş qaçılmaz olur. Şah İsmail'in qoşunları Xorasana çatmamış, Şeybani xan Herata qaçmağa çalışır. Mümkün olmur. Mərv yaxınlığındakı Mahmudi kəndində baş verən döyüşdə öldürülür. Xorasan və Heratla yanaşı Bədəxşan, Qəndahar, Kabülistan, Mavərin Nəhr və digər şəhərlər Səfəvilərin əlinə keçir. Şah İsmail Heratı Səfəvilərin ikinci mühüm mərkəzinə çevirir. Əvvəlcə Təhmasibi, sonra Sam Mirzəni vali təyin edir. Həmin qışı Heratda keçirən şah, o dövrün görkəmli alim və sənətkarlarını ətrafına toplayır. Böyük bir qismini başkəndə, Təbrizə göndərir. Bəzilərində bilik və bacarıqlarına görə dövlət qulluğuna təyin edir. Şah İsmail siyasi fəaliyyətə başladığı ilk gündən bütöv Azərbaycan uğrunda mübarizə apardı. Azərbaycan dili rəsmi dövlət dili elan edildi. Yaxın uzaq qonşulara, Avropa saraylarına yazılan məktublar
dilimizin dünya dili olmaq imkanlarını üzə çıxartdı. Şah İsmail'in sarayında mühüm dövlət işlərinə Azərbaycan əsilli əmirlər təyin edildi. Digər ölkə səfirlərinin də dilimizi öyrənməsi üçün Təbriz kitabxanasında şərait yaradıldı. Miniatür sənəti özünün ən yüksək zirvəsinə çatdı. O dövrdə Sultan Məhəmməd Təbrizi, Kəmaləddin Behzad, Ağa Mirək, Xacə Əbdüləziz, Mir Seyid Əli, Şah Məhəmməd, Dost Məhəmməd və onlarca başqaları Şahın himayəsində ölməz incilər yaratdılar. Şah İsmail deyilənə görə Çaldıran savaşından öncə onları dağda bir mağarada gizlətmişdi ki, düşmən əlinə keçməsinlər. Şah, mən ölsəm, yerimə başqa şah keçər, amma tarix Sultan Məhəmmədi, Kəmaləddin Behzadı bir də 1000 ildən sonra yetirər söyləmişdi. Xətainin Azərbaycan xalqının tarixində rolu haqqında çox şeylər demək olar. Onun mənə elə gəlir ki, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırması, Azərbaycan poeziyasını orta əsrlərdə xalq ruhunun poetik tərcümanı səviyyəsinə qaldırması onun ən böyük tarixi xidmətlərindən biriydi. Maraqlıydı ki, bu dil bugün də hər bir şairin dipdə eləyəcəyi bir xalq dilində yaranmış ölməz bir poeziyaydı. Təsəvvür edirsinizmi? 16-cı yüzilin əvvəlində yaranan bu poeziya bugün də hər bir Azərbaycanlı üçün, hər bir Azərbaycan türkü üçün nə qədər anlaşıqlı, nə qədər təbii, nə qədər səmimidir. Şah xətayı deneylərsən, hər müşkülü həll eylərsən, arısan, çiçək dərərsən, yarın səndən gül istərlər. Xətayı işin düşər, gəlib gedişin düşər, dişləmə çiğ lokmanı yerinə dişin düşər. Xətayı can arxına, əhli irfan arxına, həqiqətdən su gəlir, tökülür can arxına. Nə qədər təbii, nə qədər gözəl, nə qədər yüksək poetik səmimiyyətlə yazılmışdı bu misralar. Və bu misraları bugün də bəziləri Miskin Avdal şeirinə, o dövrdə yaranan klasik dastanlarımızdakı poeziya dodaq büzürlər, onların sonralar yarandığını ehtimal edirlər. Amma Xətayinin öz mübarək əli ilə yazılmış bu misralar bugün də hər bir Azərbaycanlı üçün, hər bir türk üçün nə qədər anlaşıqlı, nə qədər səmimi, nə qədər təbiidir. Bax, o dövlətdə də belə bir təbiilik bərpa etmişdi. Türk qüdrəti, türk ağlı, türk intellekti, türk cəsarəti böyük Səfəvi dövlətini yaratdı. Şah İsmail Xətayinin Azərbaycan ədəbi dilinin formalaşmasındakı rolu danılmazdı. 16-cı yüzilliyin başlanğıcında yazılan bu qoşuları oxuyanda adamı heyrət bürüyür. Dilin təmizliyi, ana südü kimi halallığı, obrazlılığı, ilahi deyimi çağdaş poeziyamız üçün də örnəkdir. Dünyanın heç bir dili bu boyda zaman kəsiyində dəyişməz qalmayıb. Qeybdən dəlil göründü, dədəm, xoş gəldin, xoş gəldin. Bizi sevib sevindirdin, dədəm, xoş gəldin, xoş gəldin. Böylə şah Xətayim, böylə, pirim dəstur versin söylə, şaha məndən niyaz eylə, dədəm, xoş gəldin, xoş gəldin. Doğrudan da dili şəkərdən dadlıdır Xətayı babamızın. Bu yazılı ədəbiyyatdır. Folklor nümunəsi deyil ki, yol boyu cilalansın. Adamın inanmağı gəlmir o zaman belə dilin olmağına. Gövhərin keçməyən yerdə satma qardaş, kərəm eylə. Ləl daşını çay daşına qatma qardaş, kərəm eylə. Gövhərin keçməyən yerdə, gövhərin keçməyən yerdə, satma qardaş, kərəm eylə. Satma qardaş, kərəm eylə, kərəm eylə. Ləl daşını ye çay qaşına,